Yoldaşlarıyla beraber bugün milli hareketiyle çalışır, yazışırlar. Bu əsasda bizim rəhmətlik döktürün dediği kimi bize maarifçilik ve maarifçilik gerekir. Biz düşmanımızın qabağında da bilgimiz olmasa tuzacaq. Necə ki bugün bizim kardeşlerimize yalan vədələrlə, yalan sözlərlə alladıb öz millətinin qabağına koyurlar. Bunlar bilsinler. Necə ki şəvəri hərəkatı yalanla uydurdular, millete təhvil verdiler. Bugün Zehtabi ile hemen yalanlarıyla gizletmeye çalışırlar. Yok, bunlar hamısı böyük üstadlarımız ve ulu önderlerimiz idi. Gəliblər, gediblər ve biz onları dalısıca yolun idame vermeye çalışacağız. Sağ olun. Yoldaşlar, hamıza xoş gəldin deyirik, zəhmət çəkdiniz. Yerbər Ustadın qəbrüst edən məruf şeirini oxuyaq. Bir diləyim var, o gün intizarlar başa çatanda, elim zəncirin qırıb atanda, bayrağım hər yana vurulan zaman, şən nəğmə səsindən dolanda təbriz, ixtiyar əlini alanda təbriz, başım ağarsa da bir oğlan kimi, başıma gələni ərməğan kimi, hər ikidən xalqıma səpəcəyəm mən. Türbətdə torpağı öpəcəyəm mən. Müqəddəs bir arzu, gözəl bir dilək, bu dilək uğrunda təqdim edəcək. Bir diləyim var, bir dilək. Yoldaşlar, bir kiçik konuya işarə edirəm. Bu təzə gedişatda İxtilaflara göre biz yalnız bu yolda mübarizəni düşünür. Bugün bir kanal açılıb münazirə adında, ne adında doğru yola biz bunlara değer vermeden yolumuza, mübarizə adına devam edeceğiz. Sağ olasınız, var olun. Yusuf bəy Sələmşur. Yusuf bəy son danışır, gedək bərnaməmizi ikinci deyək hazırlamışıq. Orada apar. Yusuf bəy. Salam bütün dostlara, vaxtınız xeyir olsun. Ben eşikdə olan dostların tərəfindən də hamıza salamı bildirirəm. Dedilər bizim də orada yerimizi, boş olsaq da yerimizi məcazən doldurun, bizim də saygılarımızı bütün fikirdaşlarımıza yetirin. Ben de rəhmətli Profesör Zehtabi bir şeyini tutmaq istəyəm, biraz qısaltmışam. Pərvanənin sərgüzəştə. Sevda gülünün rayihəsini tazəcə qanmış, gül qanadından azacıq şölədə yanmış, pərvanəni gördüm. Sərmişdisə yanmış qanadını toprağa yorğun, düşmüşdüsə dildən yenə də ateşə vurğun. Baxmaqdaydı hirs ilə ulduz kimi gözlər, oddan nə görübsən azavallı diye bir an, tuttum qanadından. Saptırmayarak gözlerini bir dem abaldan, bicanə səni söylədi əfsanələrimdən, qaldırdığım əvvəldəki peymanələrimdən. Əhvalımı bilseydi əzəldən gəradımdan, tutmazdı əlim indi bu yanmış qanadımdan. Aşık tanımıştır dedim ancaq səni dünya, etməzsən adından görünür dəhrədə pərvar. Əmma adı gülək halı və əfsanəvi bir, qəsdin nədir yanmaqdan o geçcə, onu bil. Mən söylərəm əmma dedi əl çək qanadımdan, layiq deyil azad olan insanlara zindan. Daim məni oxşardı anam körpə uşaqkən, tək laylalarından bunu xatırlayıram mən. Ateş diye getdim. Örterdi əsirlərcə yeri qapqara pərdə, mütləq o qaranlıqlar yelda gecələrdə, şimşəklər acayip səsinin gürlayıb hərdən, öz odlu qılıncı ilə bir anlıqca yararkən, bax gördüdür ateş diye söylərdi anam mən, fikrə dalıb ateş diye qaçmaq düşünürkən, oxşardı və söylərdi mənə qayğılı gözlə, tezdir hələ gözlə. Çox sağ olun.